İlk olaraq burada belə yazmaq olar. Biraz uzun gedəcək bunun proqramı. Amma maraqlı bir proqramdır. Çox maraqlı və keyfiyyətli bir dənə sualdır bu. Öncəliklə ədədi öz növbəsində daxil etməlidir istifadəçi. Məsələn, bir də ədəd dəyişəni deyərik burada. Deyərək ki, bu ədəd dəyişəni üzərində istifadəçi ədədi daxil etsin. Və ədədimiz integer tipində daxil etsin. Deyək, integer tipində. Daxil etdiyi ədədin həm tərsini, həm də özü sadə ədəddirsə, həm tərsi, həm də özü. Həmin verilmiş ədədi tərsinə də çevirmək olar. Tərsinə də. Misal üçün deyək 121 olsun da məsələn. İndi təxmini yazıram. Əsas 4 şərt ödənsin. Həmin 121 ədədini həm tərsi də elə 121 eləyir, həm də özü elə 121-dir. Bu sadə ədəddirsə həmin ədədləri çapa versin. İstifadəçi 0 daxil edərsə isə dövr dayansın. Deməli, dövrümüzün dayanmasının əsas məsələsi 0-ın daxil etməsindən asılıdır. Öncəliklə belə edəcək, while dövrü yaradıram. While dövrü daxilində yazacağam true. True yazacağam. Niyə true yazıram? Bunu izah edeyim. While bizdə nə qədər ki deməkdir. Və qarşıda true varsa, deyir nə qədər ki doğrudur, bu dövrə müraciət etsin. Əsas məsələ budur. Nə qədər ki doğrudur. Və eyni zamanda bunun daxilində başlayırıq ədəd bərabərdir. Bu istifadəçinin daxil etdiyi ədəd olacaq. Ədəd dəyişənə mənimsədirəm. Ədəd bərabərdir integer input deyək. Deyək ki, ədədi daxil et. Və mötərizə içərisindəki şərti də yazaq. 0 dövrü dayandırır. Və ya 0 proqramı dayandırır deyək. Proqramı dayandırır. Bunu da qeyd edək ki, bilsin istifadəçi nəyə əsasən bu gedişat gedir, onu başa düşsün. Yoxsa adi formada yazmağın bir mənası yoxdur. Yazdıq, qeyd etdik bunda. 2 nöqtə ara buraxdıq. Bu istifadəçinin daxil etdiyi ədəd oldu. Bir dənə şərt verək. Bu şərtimiz nə olacaq? Əgər istifadəçi 0 daxil edərsə, dövr dayansın. İlk olaraq biz bu şərti artıq burada istifadə edək. Deyək ki, if əgər verilmiş ədəd bərabərsə 0-a, yəni istifadəçi 0 ədədi daxil edirsə, break olsun. Yəni, hamısı bir dənə dövrün daxilində, while dövrünün ətrafına birləşəcək. Biz elə buna uyğun davam edəcəyik proqramımızı. Bunu etdik. Sonra yenə bizim true və false operatorlarından istifadə etməliyik. True bilirik ki, doğru deməkdir, false isə yanlış deməkdir, düzdürmü? Burada ilk olaraq tapaq görək, ədəd sadədirmi, yoxsa sadə deyil. Birinci etapda ədədin sadə olub olmamağını tapırıq. Demək, ədədin sadə olub olmaması. Bunu tapmaq lazımdır. İlk mərhələdə. Bu birinci. İkinci mərhələdə isə ədədin tərsinin sadə olub olmaması. Tərsinin sadə olub olmaması. Eyni qaydanın olmaması qısaca yazdım. İlk etapda deməli dedik ki, ədədin özünün sadə olub olmaması. İkinci etapda isə ədədin tərsinin sadə olub olmasıdır. Ədədin sadə olub olmamasını tapmaq üçün biz while true ilə başladığıma görə elə bunu da true ilə getmək daha yaxşıdır. Çünki truedan false-dan istifadə etməsəm, bu o qədər də əhəmiyyətli bir proqram almayacaq. Həm də true ilə false-da artıq öyrənirim. Bunun daxilində işləmək lazımdır. Deyək ki, sadə adlı bir dənə dəyişən yaradıram. Bu sadə dəyişən, buna mən əmsəcəm true. Bu şəkildə. Sadə bərabərdir true. Sadə bərabərdir true nə olacaq? Hətta buna deməli belə deyək. Sadə 1 də demək olar. Sadə 1 qoyaq da. 2 dənə sadədən istifadə edəcək soğuş gedişdə. Belə yaxşıdır. Birinci sadə 1 həmin ədədin sadə olub olmamasını yoxlayır. Ədədin özünün
sadə olub olmamasını yoxlayır. Hətta qarşısında yazaq. Hashtag bilirik ki, notdur. Proqramın gedişatında heç bir problem yaratmamaq üçün biz hashtagdan istifadə edirik. Ədədin özünün sadə olub olmaması şəklində yazdıq. Sonra indi baxaq. Sadə ədəddən söhbət gedirsə, ümumiyyətlə sadə ədədlər neçədən böyük olmalıdır? Sıfırdan böyük. Bəli, amma Birdən böyük. bəli, bəs mürəkkəb ədədlər neçədən böyük olmalıdır? 2 və daha çox. Bəli, elə götürmək olar. Və ona görə biz bir dənə if şərti qoyaq. Deyək ki, verilmiş ədəd. Ədəddən niyə söhbət gedir? Çünki verilmiş ədədi mən ədəd adlı dəyişənə mənimsətmişəm. Verilmiş ədəd əgər 2-dən kiçikdirsə, zaten bunu sadə 1-ə verim, bərabər edim nəyə? False-a. Artıq verilmiş ədəd zaten 2-dən kiçikdirsə, 2-dən kiçik nədir? 1 də 0-dır, düzdürmü? 1 də 0 da bunlara nə sadə demişik, nə mürəkkəb. Riyazi qaydan elədir, düzdür? Nə 1-ə nə sadə deyirlər, nə mürəkkəb deyirlər. Biz proqramı quranda bütün məlumatlara əsasən proqramın gedişatını təyin etməliyik. Gözümüzdən nəsə qaçmaz. Fikir verdiksə, while dövrünə giriş eləyəndə mən birinci ədədin 0 olub olmasını yoxladım. Sonra da sadə ədədin özünün sadə olub olmasını da yoxlayanda nəzərdə tutulmayan, həmin o kənarda qalan 1 və 0-dır ki, bizə maneə törədir. Onları uzaqlaşdırdım ilk növbədə. Yəni proqramın gedişatında bu kimi uzun proqramlarda ilk mərhələdə şərti ödəməyən hissə önə çıxılır. Deyilir ki, əgər bu şərti ödəməyən hissə if operatorunu ödəyirsə, demək bunu nə et? Bunu bizim üçün uzaqlaşdır. Artıq bir də proqram digər hissəyə daxil olmasın. Yəni bunları aparıb else falan atmadıq. Elə if şərti üzərində dedim ki, əgər ədədimiz 2-dən kiçikdirsə, sadə 1-i false elə. False da nə deməkdir? Əgər sadə 1-ə mən true demişəmsə, false dediyim halda deməli həmin ədədin nə sadə, nə də mürəkkəb olmadığını yoxlayacaq və nəticədə bir də proqram uzanmayacaq. O ədəd üçün proqramımız uzanmır. Sonra əksi halda isə else şərti olsun. Və else şərtində deyək ki, həmin ədədin özü sadədir, yoxsa mürəkkəbdir. Ədədin özünün sadə və mürəkkəb olmasını yoxlamaq üçün ədədin bölənlərini tapmaq lazımdır. Düzdür? Məsələn, 120 ədədisə, 120 ədədin bölənlərini tapmalıyıq ki, 120-nin bölənləri nədir? 2-dir, 3-dür, 4-dür. Həqiqətən 2-dən çox böləni var. Və bu halda deyəcək ki, bizim hissəmiz ödəyir. Ona görə biz bunun bölənlərini ayırsaq, foreign range dövrü yaradaram burada. Foreign range dövrü daxilində 2-dən başlayacağam. 2-dən sizdə niyə başladım? Mürəkkəb olmalıdır. Çünki 1 ilə 0 nəzərə almırıq. Ona görə 2-dən başladıq. If şərtində də elə vermişik. Ədədimiz 2-dən kiçikdirsə, birbaşa olaraq false-a git, artıq proqramı yekunlaşdır. Foreign range dövründə isə 2-dən başlayır. Artıq 0-dan 1-dən başlamağa ehtiyac yoxdur. Zaten 0 və 1 bilirik ki, nə sadədir, nə mürəkkəbdir. 2-dən başda verilmiş ədədimiz, indi biz ədədimizi daxil etmişik integer inputda. Amma yenə qarşıda bir dənə integer yazıram. Bu şəkildə. Deyirəm integer verilmiş ədədi bölənlərini tapanda nə etmək lazımdır? Yadınızda saxlayın. Bir ədədin bölənlərini tapanda integer ədədin kvadrata daha doğrusu yüksəltməyək, 0.5-ə yüksəldirik. Bir ədədin məsəl üçün 5-i və ya 16-nı deyək. 16 üstü 0.5 nə deməkdir? 16-nı 0.5 dəfə özünə vurmaqdır. O da kök 6 eləyir, düzdür? Kök altında 16 deməkdir. Yəni kök altında 16-nı biz çıxardın. Zaten bilirik ki, kökün özü 2-dir. Bu da 16 üstü 2-də 1 deməkdir. Ona görə 16-nı yüksəltdik 0.5-ə. Bu bizə verdi kvadrat, kök 6-sını. Kök 6 ədəd plus 1.
Bir dənə də 1 gəlir üzərinə. Bu ədədin sadə bölənlərini tapmaq üçün istifadə edilən bizim riyazi düsturumuz ki, burada tətbiq elədik. Və 2-dən də başladıq ki, yenə eyni qayda ilə yenə xatırlatma olaraq deyim, 0-1 nəzərdə tutulmayıb artıq. Buna qədər bu intervalda olan qiymətləri bir-bir i-yə mənimsədəcəm. Məsəl üçün belə eləyək. Bir dənə burada nümunə olaraq indi yazaram. Açılsın pəncərəmiz. Deyək ki, mən ədəd olaraq 16 mənimsətmişəmsə, başlayacağım foreign range 2-dən başda. Nəyə qədər? 16-nı kök altına saldım. Kök altında 16 deməkdir. Kök altında 16-dan neçə çıxır? 4 çıxır. 4 üstə gəl 1. Bərabər olacaq 5. 2-dən 5-ə qədər olmuş olacaq bu interval. Yəni 2, 3, 4 qiymətləri. 16 2-yə, 3-ə, 4-ə bölünürmü? 2-yə bölünür, eləcə 4-ə bölünür. Zaten bu mürəkkəbdir. İndi proqramın digər gedişində də buna baxacağıq. Bunu təyin edəcəyik. For dövrü daxilində dedik ki, ədədimizin bölənlərin sıra-sıra i-yə mənimsədirik. Birinci dövrdə əgər 16 daxil etmişdiksə dedik ki, 2 alacaq, növbəti dövrdə 3 alacaq, növbəti dövrdə 4. Hər ədəd üçün verilmiş düstura əsasən yeni qiymətlər alına bilər. Zaten bu məlum məsələdir. Sonra bunun daxilində də yenə bir if şərti yazaq. If şərtində deyək ki, verilmiş ədədimiz bölünürmü i-yə? Yəni 16 bu düsturla aldı ki, 2-dən 5-ə qədər. 2, 3, 4 qiymətləri. 16 2-yə, 3-ə, 4-ə bölünürmü? Ona görə ədəd bölünsün qalaqlı bölünsün i-yə bərabərdirmi 0-a? 0-a bərabərdirsə, o zaman sadə 1-ə deyək false. Niyə false dedik? Çünki biz sadə 1-ə əvvəl tuturuq demişdik və bu proqram ədədin özünün sadə olub olmaması üçün doğru idi. Əgər ədəd mürəkkəbdirsə, öz bölənlərinə bölünürsə, 2-yə, 3-ə, 4-ə, hər hansısa birinə heç olmasa bölünürsə, artıq bu ədəd vahiddən və özündən başqa ən azı bir dənə də qiymətə bölünür. Nəticədə belə qiymətli ədədlər olur mürəkkəb ədədlər. Çünki sadə ədədlər sadəcə özünə və vahidə bölünür. Əksi halda başqa bir 2-yə, 3-ə, 4-ə və s. müəyyən bir qiymətə bölünürsə, bu mürəkkəb ədəddir mütləq. Onun üçün sadə 1-ə biz false dedik. Nəticədə bu mürəkkəb ədəddir və sadə ədəd qanunu ödəmir. Buna görə də dövrü dayandırmaq üçün biz nədən istifadə edirik? Break, bəli. Break-i bura yazırıq. Nəticədə sadə bir false-a bərabərcə, yəni ədəd verilmiş bölənlərə bölünürsə, deməli bu mürəkkəb ədəddir. O zaman dövrü dayandır. Başa düşəcək ki, verilmiş ədəd özü mürəkkəbdir. Artıq bu şərti ödəmir. Bura qədər proqram aydındırmı? Bəli. İndi bunu tapdıq ki, ədədin özü sadədir, yoxsa yox. Bir də növbəti etaba keçmək lazımdır. Birinci mərhələ artıq uğurla yazdıq burada. İkinci mərhələmiz olacaq ədədin tərsinin sadə olub olunmasını yoxlamaq. Hətta bura hashtag olaraq da qeyd edeyim. Hardan yazaq? While dövrünün altında yazmalıyıq. Hashtag yazıram ki, tərsinin sadə olub olmaması. Tərsinin sadə olub olmaması hesablanacaq. İlk olaraq ədədin tərsinin özünü tapaq. Tərs bərabərdir yazıram bura. Bu ədədin tərsidir. Tərs bərabərdir. Integer tipi qalacaq burada, öz növbəsində. Və mən sizə demişəm ki, bir ədədin, məsəl üçün 175 deyək, 175 ədədinin mən üzərində rəqəmlərini ayırıramsa, onu integer tipində ayıra bilmərəm. Mütləq onu string tipinə çevirməliyəm. Əgər bunun rəqəmlərindən söhbət gedirsə. STR yazırıq. Bəli, STR yazırıq. String tipinə çeviririk. Nəyi? Verilmiş ədədi. String tipinə çeviriləndən sonra nə etmək lazımdır? Ədədin tərsini tapmaq. Ədədin tərsi də belə tapılır. Fikir verin, ən rahat getmək üsulu budur. Zaten modul mötərizə nə idi? İndeks idi, düzdürmü? Modul mötərizənin daxilində indekslər yazılırdı.
2 nöqtə, 2 nöqtə -1. İndi bu nə deməkdir? 175 ədədi. Baxın, 175 ədədini biz çevirdik integer tipindən stringə, düzdürmü? Nəticədə bu dırnaq arasında yazılacaq da. Artıq bu ədəd olmayacaq. Sətir olacaq. Yəni A hərfi ilə bu 75 arasında heç bir fərq yoxdur. Və indeksləyək indi. İndeksləyəndə biz necə indeksləyirdik? Necə mən də bunu deməm. Yox. Sıfırdan başlayırdıq, düzdür? Soldan sağa gedəndə. Bəli. 0, 1, 2. Burada indekslədik. Ha. Bəli, başa düşdüm. İlk rəqəm olsa belə sıfırdan başlayırıq. Bəli. Bəli. Amma sağdan sola getsək, bu soldan sağa doğrudur. Amma sağdan sola getsək, nədən başlayırdıq? Yenidən birdən mi başlayırdıq, yoxsa birdən mi? Birdən, amma -1-dən, düzdürmü? -1-dən başlayırdıq. -1, sonra gedir -2, -3. Keçən dəfə danışmışdıq ki, soldan sağa gedəndə sıfırdan başlayırıq, ardıcıllıqla bir vayda arta-arta gedir. Amma sağdan sola gedəndə indeksləmə -1-dən başlayır. Və hər dəfə bir vayd azala-azala gedir. Çünki -1-in üstünə -1 çıxılsın 1, bizə -2 verir. Sonra -2 çıxılsın 1, -3 verir. Bu şəkildə gedəcək. Və verilmiş bu düstur, baxın, bura yenə böyük hərflərlə qeyd edirəm. Nöqtə, yenə 2 nöqtə, -1. Nə deməkdir? 2 nöqtə verilmiş son hissəyə qədər deməkdir. Və sizinlə modifikasiyalı dövrlərdən danışanda dedik ki, birinci hissə olur başlanğıc, düzdürmü? Bəli. İkinci hissə olur son, üçüncü hissə nədir? Onlar arasındakı keçidlər. Yəni addımlar, belə deyək. Yəni 1-dən 10-a qədər ədədlərdir, məsələn. Üçüncü isə onlar arasında 2-2 addımlamaq. Bəli. Bəli. Bu olacaq başlanğıc. Başlanğıc hara qədərdir? Əgər 2 nöqtə verilirsə, demək ki, ən başdan söhbət gedir. Yəni verilmiş ədəd 175-dirsə, elə 1-dən götürəcəyik. Yəni müəyyən bir limit yoxdur ki, get 5-ci indeksdən başla. Yox, elə bir limit yoxdur. Deyir ki, elə get 0-cı indeksdən başla. Yəni ədədin ən başından başla. Sonluq hissəsinə də yenə 2 nöqtə qoyulub. 2 nöqtə qoyulubsa, burada da yenə indeks məhdudiyyəti yoxdur. Bizdən deyir ki, verilmiş ədədi elə sonuncu hissəsinə qədər get. Demək 175 ədədi 2 nöqtə qoyulubsa başlanğıc və sona, 175-in bütün rəqəmlərinə baxılacaq ardıcıllıqla. Və -1 addım. -1 addımdırsa, nəticədə hardan başlayacaq? -1-dən başlayacaq da indeksləmə. Addımlar -1-dirsə. -1-dən başla. Başdan gəl sona qədər -1 addımla. -1-dirsə, deməli 175 düz yox, tərsini oxumuş olacaq. Tərsini ədədləri bu şəkildə düzürük. Demək 175 belə oxunacaq. Bir dənə -1 addım gələndə 5 keçir qabağa. Sonra bir dənə də -1 addım gələndə -1 üstə gəlir, daha doğrusu bir dənə də -1 gəlir, olacaq -2. Yəni -2-ci indeksə müraciət elə. Nəticədə olacaq 7. Yenə də bir -1 addım gəlsək, -3-cü indeksə müraciət edəcək, olacaq 1. Bu oldu nə? 571. Amma hansı tipdə olur? Sətir tipində. Çünki ilkin olaraq biz zaten STR daxilində ədədi stringə çevirmişdik. 175 sətir tipində idi. İndi bunu bizə qaytardı 571 kimi, yenə sətir tipində. Ona görə biz ədəd üzərində işləyirik deyə ümumi bir mötərizə içərisində integerə çevirdik bunu. Sonra bura kənarda integer yazdıq. Çünki integer tipində bunları çevirmək olmazdı. Integer tipində ədədi rəqəmlərinə ayırmaq mümkün deyil. Bunun üçün ədədi sətir tipinə çevirərək rahatlıqla hesablamaq olur. Nəticədə verilmiş, məsələn 175 ədədi 571 deyə bizə tərs adlı dəyişənə qaytardı. Demək qiymətimiz bu şəkildə tərsinə çevrildi. Sonra sadə 2 adlı bir dənə misal üçün dəyişən deyək. Sadə 2 nə edəcək? Fikir versək, sadə 1 ədədin özünü sadə olub olmasını yoxlayır. Sadə 2 adlı dəyişənimiz də ədədin tərsinin sadə olub olmasını yoxlayır. Ona görə sadə 2-yə də biz verdik true.
Yəni ədəd sadədirsə, deməli doğrudur. Truedur. Gəlib burada yenə if şərti qoyuram. If şərti nə olacaq? Əslində buna bənzər üsuldur. Yenə eyni məsələdir. Sadəcə bu dəfə ədədin özü üçün deyil, ədədin tərsi üçün həyat keçiririk. Əgər tərs ədədimiz 2-dən kiçikdirsə, demək 2-dən kiçikdirsə 0 və 1 qiymətləri alacaq. Nəticədə sadə 2 bizə nə versin? Sizcə nə versin? Əvvəlki qiymət sadə true'dursa, 2-dən kiçikdirsə, false. Bəli, false. Çünki nə sadə olacaq, nə mürəkkəb. Biz də tək sadələri tapırıq. Əksi halda isə bizim üçün nə etsin? For dövrü daxilində ədədin sadə bölənlərini tapaq. Əvvəlki məsələdir. Burada sadə bölənləri for üzərində tapdıq. Siz deyin, necə gedək? Əks halda nəyə hesab etməlidir? Onu tapmalıyıq. For dövrü daxilində ədədi sadə bölənlərinə ayıraq. Yəni birinci foreign range içərisində nə yazmalıyıq? Foreign range Ədəd hardan başlayaq birinci növbədə, ilk növbədə? Başlanğıc hissə nə olsun? Neçədən başlasın? 2-dən başlayaq. Bəli, 2-dən. 2-dən başlayaq. Qarşıda integer yazıram zaten verilmiş ümumi hissə integerə çevrilsin. Çünki burada bir qalıq qalacaq ona görə integerə çeviririk. Səbəbi odur ki, niyə integerə çevirdik? Baxın, sizə sual yarandı belə. Ədəd axı integerdir, niyə integerə çeviririk yenidən? Səbəbi budur ki, indi ardın yazaq, elə burada izah edəcəm. Ədədi kvadrata yüksəldək. Tərs ədəddən söhbət gedir ha. Ədədin özündən yox, tərsinə çevirildik artıq, tərs dəyişəni üzrə. Ədədi neçəyə yüksəldirik? Kök 6-ya salmaq üçün. 2. Kök altına salmaq üçün. 0.5. 0.5 və ya 1/2 fərqi yoxdur. 1/2, 0.5. İkisi də eynidir. Bir də plusda 1 vaid artırmaq lazımdır. Verilmiş hissəni. Digərində plusu düz qoymuşum, hə, digər də düzdür. Plus 1. İndi gələk sizin o məsələyə, niyə burada integerə çevirdik? Səbəb odur ki, biz bayaq kök 6, daha doğrusu 16 qiymətini nəzərə tutub bunu yazdıq. Amma bəs bu 17 qiyməti olsaydı, nə olardı? 2-dən başlayardı, həmin tərsin qiyməti əgər 17-yə bərabərdirsə, bunu kök 6 17-yə salardı, düzdürmü? 17 üstü 2-də 1. Kök 6 17-dən axı dəqiq bir dənə tam qiymət çıxmır. Təqribi olaraq çıxacaq burada 4,1. Düzdür? Bəli. 4,1-in üzərində də 1 gələcək, olacaq 5,1. Amma 5,1 axı integer deyil. 5,1 floatdır. Biz də burada əgər bölənlərdən söhbət gedirsə, heç bir ədədin onluq böləni yoxdur. Siz eşitmisiniz, məsələn 160-ın 2,5 deyə bir böləni olsun. Mənasız olar. 2 ola bilər böləni olsun, 4 olar, nə bilim 5 olar. Amma 2,5, 5,9 böləni yoxdur. Ona görə biz burada integer yazdıq ki, həmin bu kimi 5,1 qalanda bunun 0,1-i atsın, qalsın yerdə 5. Bəli, yəni tam hissəni. Bəli, tam hissəni götürsün bizim üçün. Eyni qayda ilə bunu tapdıq. Sonra burada şərt qoyaq. If şərti. Əvvəlki kimi edirik, yəni fərq yoxdur. Deyək ki, tərs ədədimiz, verilmiş tərs ədədimiz i-yə bölünürmü? I-yə bölünürsə nə olacaq? Sadə 2-miz nəyə bərabər olacaq bu halda i-yə bölünürsə? I-yə bölünmə də odur ki, sadə bölənlərdir. Niyə true? Bölünürsə əgər. Bölünürsə biz nəyə tapmalıyıq? Sadə tapdığımız halda true'dur. Hə, false. Yəni false. False. Çünki artıq bunun konkret bir bölənləri var. Bizdə də bölənlərin olmasını istəyir. Bu halda da break yazarıq bura. Yəni, əgər bölünürsə, böləni varsa bu mürəkkəbdir. Və mürəkkəbdirsə, bizim ədədimiz tərsi sadə deyil. Ona görə də break dövründən verilmiş, break əmri ilə verilmiş dövr dayandırılsın. Başa düşək ki, bu sadə ədəd deyil.
Bunlar oldu. Bunları yazdıq. İndi burada başa düşdük ki, birinci etapda ədədin özünün sadə olub-olmamasını müəyyənləşdirdik. İkinci etapda isə ədədin tərsinin sadə olub-olmamasını müəyyənləşdirdik. Sonra belə bir şərt qoyaq. Deyək ki, sadə 1 and sadə 2. Bu nə deməkdir? Biz true false yazanda həmişə məcbur deyil gəlib bunun qarşısına sadə bir true, sadə 2 true yazaq. Zaten dövrlərdən çıxanda, verilmiş hissədən çıxanda, artıq yeni bir abzasdan yazılan hissədə if şərti üzərində nəsə yazdırsa, bu deməkdir ki, bunlar true'dur. Bunlar true olub ki, bu şərt yerinə yetiriləcək. Deyir ki, sadə 1 də doğrudursa, deməli nə deməkdir? Sadə 1 həqiqətən true verdisə bizə, ədədin özü sadədir. Sadə 2 doğrudursa nə olacaq? Ədədin tərsi sadədir. Deməli, verilmiş hissədə ədədlər mürəkkəb deyilsə, həm özü, həm də tərsi mürəkkəb deyilsə, ikisi də sadədirsə, o zaman sadə 1 və sadə 2 true versin bizə if şərti daxilində. Və and operator da o deməkdir ki, bütün iki şərt də doğru alınmalıdır, düzdürmü? Bu da true olmalıdır, bu da true olmalıdır. Buradan elə məntiqini tuta bilərsiniz. Ortada and varsa, zaten ikisinin də doğru olmağını istəyir bizdən. True. Bu halda bizə print eləsin, çap etsin ki, indi ədədin özü və tərsi, bunu f-stringdən də yazmaq olar. F-stringdən nə yazaq? Daxil edək ki, ədəd. Çünki f-stringdən nə demişdik sizə? Bəzəkli mötərizə daxilində yazılan dəyişənin qiyməti bura mənimsədilib, düzdürmü? Bəli. Ona görə f sətirləmə lazım olur. F sətirləmə birdən çox dəyişəni bu şəkildə rahat sintaksislə çap etməyə imkan tanıyır. Yazaq və bir də ədədin tərsi olacaq tərs. Ədəd və tərs hər ikisi sadədir. Hər ikisi sadədir. Artıq nəsə qaldı mı burada? Baxaq görək. Bir dənə gözdən keçirək. Nə qədər ki doğrudur şərtimiz yerinə yetiriləcək. Bu halda ədədimizi daxil edirik. Əgər ədədimiz 0-a bərabərsə break. Sadə 1-i yoxlayırıq burada. Foreign range bölənlərə ayrıldıq. Break. Bura qədər doğrudur. Tərsinə baxsaq. Tərsimizi ədədi tərsinə çevirdik. Sonra dedik ki 0-1 alınsa false versin. For dövründə bölənlərin tap mürəkkəbdirsə də break ilə dayandır. Və burada da deyir if ilə yoxla bizim üçün ver. Ən sonunda da f stringlə də göstər. Tamamdır. İndi run eləyək proqramımızı görək necə bir nəticə alırıq. Görək bir sintaksis səhv getməyib, yox. Hələ ki bir sintaksis səhv yoxdur. İndi ədəd daxil edək. Məsələn 165 daxil edirəm. 165-in zaten tərsi 561-dir və görürük ki, 161 ədədi nədir? Mürəkkəb ədədi, düzdürmü? 5-ə bölünür. Enter etsək, gördük, proqram hələ ki davam edir. Niyə davam edir? Bunun səbəbi while true-dur. Deyir, nə qədər ki doğrudur, nə qədər ki doğrudur. Yəni, sən əgər nə qədər ki mürəkkəb ədəd daxil etmirsən, daha doğrusu belə deyək, üzr istəyirəm, nə qədər ki sən sıfırdan fərqli ədəd daxil etmisənsə, bu davam edəcək. Yəni biz burada eyni sayda ədəd daxil etmə hüququmuz var. 0 daxil edəndə dövr dayanacaq, while dövrü dayanacaq və mənim daxil etdiyim ədədlər içərisində özünün və tərsinin sadə olan ədədlər hansısa onları seçib ekranda çapa verəcək. Proqramın əsas məqsədi budur. 165 daxil etdik. Bir dənə 156 daxil edək. 156 da zaten mürəkkəbdir. Açıq-aşkar bunu bildik. Yenə enter basırıq. Proqram bizə zaten deyir ki, 0 proqramı dayandırır. 0 daxil edərək dayanacaq. Bir dənə də elə bir ədəd yazaq ki, həm özü də sadə olsun, həm tərsi sadə olsun. Bu nə ola bilər? 17 ola bilər də. 17-nin özü sadədir. Tərsi də 71 eləyir. 71 də sadədir zaten. Tərsinə çevirəndə 71 sadədir. Enter basıram. Gördük. Zaten ekranda nə verdi? 17 və 71 hər ikisi sadədir, düzdürmü?
bizə ekranda çapa verdi bunu avtomatik olaraq. Amma hələ ki ədəd daxil edə bilərəm. Çünki 0 daxil etmədiyim halda proqram dayanır. 0 daxil edirəm, kod dayandı. Bu şəkildə bizə rahatlıqla verilmiş ədədlər içərisində özünün və tərsinin sadə olub-olmamasını yoxladı və plus olaraq da eyni sayda davam etdirə bilərəm. Ta ki 0 daxil eləyim. Yenə, misal üçün mənfi ədəd verib, mənfi 100 daxil edim, error verəcək. Səbəbi odur ki, mənfi 100 üçün burada heç nə təyin etməmişik və biz mənfi ədədlər üçün. Biz sadəcə müsbət ədədlər üzərində bunu işləmişik. Onun üçün biz də belə bir error aldıq. 0 daxil etsən birbaşa olaraq zaten kod proqram başlamadan sona çıxacaq. Heç nə ekranda vermir. Yenə yoxlayaq. Misal üçün 100 ədədi verim, 200 ədədi verim, 300 ədədi verim. Bunlar mürəkkəbdir öz yerində. İndi bir dənə sadə qiymət verim. Sadə. Nə olsun? Məsələn 7 olsun da. 7 və 7 hər ikisi sadədir. 7-nin özünə tərsə çevirir ha. İndi düşünə bilərsən necə olur o. 7 tək rəqəmli olsa belə, bunu bir də başdan oxuyur. Çünki bunu biz sağdan sola indeksləyəndə 0-dan indeksləyirik. Daha doğrusu soldan sağa indeksləyəndə 0-dan indeksləyirik. Sağdan sola indeksləyəndə də mənfi 1-dən. Yəni mənfi 1 addım atanda 7 tərsinə çevirir. Ona görə belədir. Misal üçün elə bir sadə ədəd verək ki, bunun tərsi sadə olmasın. Elə bir ədəd varmı? Görək ağlımıza gələrmi? Nə ola bilər? 19 desək. 19 desək. Hə, 19 həqiqətən gördük. 19 yazdım. Ekranda nə olsun? 19-un özü sadədir, düzdür? Amma 91-ə çevirən deməli 91-in özü mürəkkəb imiş ki, proqram bizə demədi ki, 19 və 91 hər ikisi sadədir, elə demədi. Birini sadə tapdı, digərini tapmadı. Bu halda da aşağıdakı if şərti ödənilir. If şərti deyir ki, sadə 1 doğrudurmu? Yəni ədədin özü doğrudurmu? Bəli. Sadə 2, amma sadə 2 doğru deyil. 91-in özü mürəkkəbdir. Və AND operatoru olduğuna görə hər ikisi ödəndiyi halda çapa verəcək. Əksi halda yox. Bir dənə daxil edək. 79 olsun. 79-da da 79 ilə 97 hər ikisi sadədir dedi bizə. Deməli, verilmiş if şərtimizdə həqiqətən ödənmiş oldu. Verilmiş proqramın elə məntiqi mahiyyəti bundan ibarət idi. Bu şəkildə yazılır. Görün, aydın olmayan hissə varmı? Xeyr, aydındır. Növbəti səfət onsuz videoda baxacam. Tamamdır.